Hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Hər kəsi xoş gördük. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. İnanın ki, video çəkməyən zaman sizlər üçün, canlı açmayan zaman sizlər üçün darıxıram. Sizləri çox sevirəm. Yaxşı ki, varsınız. Allah sizləri mənə çox görməsin. Və hava haqqında məlumata keçməmişdən öncə, oktyabr ayının 2-ci 10 günü haqqında məlumat verməmişdən öncə bir məlumat nəzərinizə çatdırım. Arkada gördüyünüz ətirlər bizim mağazamızda Xəmsə Parfümeriya. Ətirlərlə bağlı ki, mənə nəsə lazım olsa, bir nömrə əlaqələri bizə müraciət edə bilərsiniz. Xəmsə Parfüm səhifəsinə və ya mənim 055 279 59 99 nömrəmə müraciət edin. Ətirləri çatdıraq sizlər üçün yüksək səviyyədə ən yaxşılarını. Keçək hava haqqında məlumata dəyərli dostlar. Ümid edirəm ki, 95 mindən çoxsuz. Necə məni havada yüksəltmişsiniz, ətirdə də yüksəldərsiniz inşallah. Xeyrin bizə verərsiniz. Hava haqqında məlumata keçincə isə oktyabr ayının 2-ci 10 günü, 1-ci 10 günəyə baxanda bir qədər sərin, bəzi günlərdə isə soyuq keçməsi gözlənilir. İlk soyuq hava dalğası sabah gəlməsi gözlənilir ayın 10-unda. 10-da Bakı Abşeron yarımadasında küləkli hava şəraiti olacaq. Sumqayıtda küləkli hava şəraiti olması gözlənilir və respublikanın bəzi bölgələrdə külək olacağı gözlənilir, amma şimal və şimal-qərb bölgələrdə bəzi yerlərdə yağıntı ehtimalı var. Xüsusən də Qobaqusara yağıntı bir qədər güclü olacaq və temperatura xeyli aşağı inəcək. İkinci soyuq hava dalğası isə ayın 13-ü gəlməsi gözlənilir. Ayın 13-ü Bakı və Abşeron yarımadası və respublikamızın əksər bölgələrində yağıntı ehtimal olunur və bəzi yerlərdə yağıntılar bir qədər güclü və intensiv ola bilər. Və növbət soyuq hava dalğası isə 16-17-dən sonra ehtimal olunur. Bu barədə ətraflı məlumatlar olacaq. Hələ ki soyuq hava gəlməsi daha dəqiqləşməyə doğru gedir və digərləri isə haqqında ətraflı məlumat verəcək. Bizi səhifələrimizi izləməyi unutmayın dəyərli dostlar, zəhmət olmasa. Instagramda, TikTokda və YouTube'da bizim kanallarımıza abunə olun. Sizləri çox sevirik. Maksimum bəyənib yazın. Yaxşı ki, varsınız.